İndi daha da lab asandır çıxmağa. O vaxtlarda da çətinlik də çıxmağa. Gərək nə bilim elə. Hələ asandır biz getmirik. İndi asandır da. İndi başım bir damcı istedadın varsa, hansı məsəl əvvəl menecerlər yox idi axı. Bəli. Bildin nə demək istəyirəm sənə? Bir dənə menecer olardı, yoxsa yox. Gedərdi məsələn hansısa komanda ilə Zbora, tutaq ki Antalya, oynayardın orada hansısa bir Kiminsə nə bilim Polşanın hansısa diqqətin cəlb eləyib artıq səni təklif edəcək. Gələrdilər komanda yaxınlaşırdı ki, sizdə məsələn 4 nömrə var idi o sağ cənab. O kimdir? Başlayırlar səninlə belə maraqlamaya. Yoxsa Mahir dağıtsın bunun ən yaxşı videolarını çıxart, nə bilim qol vurduqlarını. Yaxşı belə bir kim göndərərdi o vaxt elə şeylər. İnternet əsridir. YouTube-dan baxırlar, Instatdan baxırlar. Bir dəqiqə futbol seçməyə nə var? 2 vur 2-dir. Niyə getmirik? Niyə tərk eləmirik? Mən səndən sözümdə. Dünya futbolunda hər bir klubun skautları var. Dostumuz, qardaşımız Kamran da getdi, darıxdı. Məsələn, onda da bizdə bir dənə mentalitetmizdə belə şey var da, darıxmaq. Bildin mi? Ailəyə bağlılıq. Hə, amma bu da boş şeydir. Bilirsən, Afrikalıları görmüsən, Brazilistə 16-17 yaşlarında təpə vururlar. Qamış yeyənlər. Öz şərait. Qamış yeyənlər. Amma şey deyirəm, bu skautlar var ya, bu dünya futbolunda klubların hamısında. Bunlar məsələn il ərzində baxırlar ki, Mahirlə Ruslan Əmircanov 50 oyundan neçəsini stabil oynayıblar. Neçəsini zəif oynayıblar. Hə, məsələn 46 dənə oyunu bu yüksək səviyyədə oynayıb. 4 oyunun birinin xəstə olub. Üçündəki travmasına görə oynaya bilməyib. Və baxırlar ki, bəli, bu 46 dənə oyun bizi qane eləyir. Biz bu futbol götürək bizdə futbolçular deyək getmirlər. O futbolçuya baxırlar. Allah baxır bu bir oyun oynayır, 5 oyun oynamır. 2 oyun oynayır, stabillik yoxdur əzim. Sən gərək o 50 oyunu üçün stabil olasan sən. Stabil oynamaqsan ki, sən harası da istəsin sənin. Ona görə də bir dənə ona görə də ən çox üzdə olan və daha çox elə bir ki tələbat olan futbolçular Qarabağın olsun. Avrokuboklarda oynayırlar deyə. Həm də bir dənə bilsən nə amil var orada. Tutaq ki, fikirləşirsən ki, burada evimin içində həmin o maaşımı alıram. Ondan elə xaricdə gedib oynayıb evimdən didərgin, hamıdan, dostdan, tanışdan, ailədən qıraq qanala kimi evimdə alıram da o pulu da. Niyə gedmir ora? Demək ki, biz yaxşı futbolçu olmaq istəmirik. Əlbəttə. Biz gələcəkdə məsələn hansısa bir klubda, hansısa bir baxımlı çempionatda oynamaq istəmirik ki, Azərbaycan məsələn Mahir Əmrəli necədir? Mahir həmin orada aldığı bax o şeydir. Gəlməsin. Neçə dəfə deyirik, Mahir qayıtma ölkəyə, qayıtma. Qal elə Almaniyada, Polşada. Söhbət ondan get orada oyna, gəlmə. 100% ona burada Azərbaycanda bəlkə də qayıtmağın hansısa bir klublar Nürnbergdə aldığı puldan bəlkə də daha çox təklif eləyər ona ki, gəl. Onun əgər qayıtmaq fikri olsa, gəlib elə burada kimdənsə bağlayacaq, ondan artığını da bağlayacaq, yana alacaq. Sadəcə olaraq düzgün fikirləşir ki, getsin elə qoy Avropada qalsın. Yanaşma, təfəkkür. Ay, qoy elə orada qalsın.